Abi, oktyabrda yonca səpmişəm. Yazda üstündən peyin səpsəm, yandırar, zəhmət olmasa cavab yazardınız. Artıq bu cür rəylərə, artıq belə yanıtlar verməyə çalışacağam ki, sizlər üçün daha rahat olsun. Sizlər nə qədər sualınız varsa, rəyləriniz varsa, bu cür yazın. Mən bir-bir belə etcətləyib cavablandırmağa çalışacağam. Deməli, Vasif bəy, oktyabrın da yoncanı səpmisinizsə, yazda üstündən peyini yarı çürümüş peyin, yəni 6 ay, 8 ay çürümüş, yəni yanmış deyirlər də, belə deyim, el arası deyim. Yarı çürümüş peyini bəli səpə bilərsiniz. Hektara əgər münbit torpaqdırsa 10 ton, 8 ton, 15 ton, münbitli aşağıdırsa 20 ton, 18, 25, ta ki 60 tona qədər bu rəqəm qaldıra bilərik. Amma təzə yonca olduğu üçün biz burada yanmış peyindən istifadə eləmək mütləqdir. Buna Leonardit də qoşub verə bilərsiniz ki, hektara 300, 400, 500, 600 kiloqram. Bu da torpağın humik və fulvik turşusunu artırmağa kömək edəcək. Yəni humik, fulvik maddələrini artırmağa kömək edəcək. Bununla da yanaşı, biçindən sonra verməyinizi, birinci biçindən sonra verməyinizi tövsiyə edirəm. Və verdikdən sonra da suvarsanız daha yaxşı olar. Təzə peyin verməyin. Təzə peyinin tərkibində bildiyiniz kimi həm temperatur yüksək olur, bitkini yandıra bilər. Bununla da yanaşı amoniak qazı ayrılır ki, bu da bitkini yandırma qabiliyyətinə malikdir. Təzə peyini verməyi tövsiyə etmirəm, amma biçindən sonra yarı çürümüş peyini Leonarditlə qatıb verə bilərsiniz ki, faydası qat-ba-qat olacaq. Ümid edirəm ki, faydası olar. Bu cür videolarımın ardı gəlməyini istəyirsinizsə, zəhmət deyilsə, bəyənib qayd etməyi, paylaşmağı unutmayın. Və bu cür istəyirsinizsə, rəylərdə yazın. Mən sizin suallarınıza bu cür cavablar verəcəyim. Bacardığım qədər elmi, praktiki tövsiyələrimi verməyə çalışıram. Sağ olun, var olun.